Düz deyirlər, əgər insan istedadlıdırsa, demək onun istedadı çox cəhətlidir. Amma o, bu bacarıqları inkişaf etdirməli, qabiliyyətlərini cilovlamalı və bundan həm öz xeyrinə, həm də insanlar üçün düzgün istifadə etməlidir. Lakin buna hər kəs birdən-birə nail olmur. Toğrul Nərimanbayev isə bu dediklərimizə nail olan şəxslərdəndir. O, 1930-cu il avqustun 7-sində Bakıda anadan olub. Atası Qarabağın tanınmış bəy nəslindən olan Fərman Nərimanbayev, energetika sahəsi üzrə mühəndis, anası İrma xanım isə fransız olub. Rəssamın valideynləri Fransanın Tuluza şəhərində tanış olaraq ailə qurublar. Bir müddətdən sonra isə gənc ailə Bakıya qayıdıb. Toğrulun böyük qardaşı Vidadi də Azərbaycan təsviri incə sənətinin görkəmli nümayəndələrindən biri olub. İlk olaraq atası Toğrulu Respublika Pionerlər evində rəsm dərnəyinə üz yazdırıb. Uşaqlıq illəri çətin müharibə dövrünə təsadüf edən Toğrulu yenə də öz inamını itirməyərək ilk öncə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirib. Ardından 1950-ci ildə Litva İncəsənət İnstitutunun Monumental və Dəzgah Rəssamlığı fakültəsində təhsil alıb. Uzun müddətdən sonra tələbəlik illərində anası ilə yalnız Səmərqənddə görüşə bilib. Keçmiş SSR Rəssamlar Birliyinin üzvü, 30 yaşında əməkdar, 33 yaşında xalq rəssamı adına layiq görülən Toğrul Nərimanbayevin orden və medallarının sayı bilinmir. Əsərlərinin əsas personajı Günəş və ondan bəhrələnən, güc alan təbiətdir. Sevdiyi rəng qırmızı olduğuna görə rəssam həmişə portretlərində, tablolarında və divarüstü freskolarında nar çəkib. Nar, onu dərhal tanıdan şəxsi rəmzinə, bir növ rəssamın vizit kartına çevrilib. Rəssamın yaradıcılığı Azərbaycan mədəniyyəti və rəssamlıq tarixində xüsusi bir yer tutur. Nərimanbayevin mənzərə, portret və illüstrasiya kimi sahələrdə yaratdığı görkəmli əsərlər mövzu, janr rəngərəngliyi ilə seçilir. Onun yaratdığı əsərlər dünyanın müxtəlif sərgi salonlarında nümayiş etdirilir. Əsərlərinin qədimlik, orijinallıq, adətənlər və müasirliyi özündə birləşdirən belə xüsusiyyətlər demək olar ki, rəssam bütün əlişlərine rast gəlmək olar. Bu zovnada bayram, musiqiçilər, muğam, yaylaqda, əlincə qalası və başqa əsərləri buna gözəl misaldır. Toğrul Nərimanbayev Qobustan, Əllər və Rənglər, Dədə Qorqud və bir çox film və teatr səhnə əsərlərinin dekorativ müəllifi kimi tanınırdı. Rusiyada, Hindistanda, ABŞ-da, Litvada və bir çox ölkələrdə Toğrul Nərimanbayevin sərgiləri dəfələrlə insanları diqqətə gətirmişdir. Rəssam dünyada və Azərbaycanda bir çox orden və mükafatların sahibidir. Dünyaca məşhur bəstəkar Fikrət Əmirovun Nəsimə haqqında poema baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət mükafatı ilə, Minbir Gecə baletinə verdiyi tərtibata görə isə SSR Dövlət mükafatı ilə tərtib olunmuşdur. Tələbəlik dövründə Vilnius konservatoriyasında klassik vokal öyrənən Toğrul Nərimanbayev, mən rəssam olmasaydım, yəqin ki, vokalist olardım deyirdi. Görkəmli rəssam Fransanın Paris şəhərində dəfn olub. Ölümündən sonra isə övladları Əsmər və François Mir Toğrul atalarının yoluna davam etdirirlər.